Salam, bugün faizə aid bir sıra məsələlər həll edəcəyik. Birinci sualdan başlayaq. Deməli, bir sinifdə 50 şagird var, onların 20% oğlandır. Nə qədər oğlan var? Bizə sadəcə oğlanı istəyir və oğlanı da deyir ki, 50 şagirdin 20%-idir. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bunu faizə aid digər videolarımızda da izah etmişik. Yəni, ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bölməni kəsir xətti ilə yazıram. Burada 0-dan 0 ixtisar gedir, bundan bu gedir, aşağıda 1 qalır. 10 böl 1. Bilirsiniz ki, 11-ə bölünəndə 10 edir. Cavab 10. Zaten oğlanı soruşur, 10 oğlan var. Gələk ikinci tapşırığa. Bir kitabın 100 səhifəsinin 25% oxunub, neçə səhifəsi oxunub? Bizdən oxunanı istəyir. Və oxunan da deyir ki, 100 səhifənin 25%-idir. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bayaq etdiyimiz məsələ kimi. 100-dən 100 gedir, qalır 25. Əgər oxunmayanı soruşsaydı, biz bu 100-dən oxunanı çıxacaqdıq, oxunmayan qalacaqdıq. Yəni 65, daha doğrusu 75. Yəni 25 səhifə oxunub. Gələk üçüncüyə. Meyvənin 80 kiloqramının 10% xarab olub. 80-nin 10%-ini tapırıq. Deməli 0,0008 böl 1 8. Xarabı soruşur və xarabı da tapdıq. Deyir 10% xarabdır, 10% də 8-dir. İndi biraz nisbətən çətin məsələlərə keçirik. 60 manatın 15%-i endirim edildi. Endirim neçə manatdır? 60, 15%-ini tapırıq. 0,0. Bu 15-ə böləndə 2, bu 15-ə böləndə 3. Bunu 2-yə böləndə 1, bunu 2-yə böləndə 3. 9. 9 manat endirildi. Endirildi. 60 manat idi. 9 manat endirildi. Endirildi nə deməkdir? 60-dan 9 manat endiriləndə neçə qalır? 51. Yəni endirmək aşağı eləmək deməkdir, yəni çıxırıq. 40 kiloqram kartofun 30%-i satıldı. Görək nə qədər satılıb? Neçə kiloqram satılıb? 40-ın 30%-ini tapırıq. 12. 12 kiloqram satılıb. Nə qədər qalıb? 40-dan 12 çıxanda yazırıq 12 kg satılıb. 40-dan 12 çıxanda 28 qalır. 28 kiloqram qaldı. Qaldığını soruşur çünki. Mağazada qiymət 20% artırıldı. Əvvəlki qiymət 50 manat idi. Yeni qiymət neçə manat oldu? Əvvəlki qiymət 50 manat idi. 50-nin 20% qədər artırıldı. 20-yə vurub 100-ə bölürük. Yəni 50-nin 20%-ini tapdıq 10. Artırıldı deyir. Əvvəl 50 manat idi. Bunun 20% qədər, bu faizini tapdıq, qədər artırıldı. Yəni 50-nin üzərinə 10 gəlirik. Artırmaq, üstünə gəlmək deməkdir. Hər hansı bir ədədin 20% 12-dir. 20% 12 olan ədədi tapırıq. 20% 12 olan ədədi tapırıq. Faizə görə ədəd tapmaq üçün ədədi faiz göstərən ədədə bölüb, yəni 20-yə bölüb 100-ə vurmaq lazımdır. Bununla bu gedir 2, bu 6, 60 qalır. 60-ın 20%-i bəli 12-dir. Cavab 60. Bir kitabın 30%-i 45 səhifədir. Baxırıq bura. 30%-i 45 olan ədədi tapırıq. Faizə görə ədəd tapmaq üçün ədədi faizə bölüb 100-ə vurmaq lazımdır. Ədədin faizini tapanda faizə vurub 100-ə bölürdük. Amma faizinə görə ədəd tapanda faizə bölüb 100-ə vururuq. Yəni sıfırlar gedir. 3-dən 45 gedir. Qalır burada 15. 15-i də 10-a vuranda 150. Cavab 150. Bir sinifin 25%-i 8 şagirdirsə, sinifdə neçə şagird var? 25%-i 8 olan ədəd neçədir? Yəni faizinə görə ədəd tapmaq üçün ədədi faizə bölüb 100-ə vurmaq lazımdır. 4. Cavab
32. Yəni 32 şagird var. 32 şagirdin 25-i 8-dir. Bir məhsul 90 manat idi, 10% endirim olundu. Gəlin 90-ın 10%-ni tapaq, sonra endirərik. Neçə qaldı? 9. Endirək. 90-dan 10 çıxaq, 9 çıxaq. 81. İndi bu qiymətə 20% artım oldu. Bu qiymətə 20% artım oldu. 81-in 20%-ni tapaq. Mavilər artıq daha çətin tapşırıqlardır, amma biləndə asan olur. 5. Burada kəsirlə alınacaq. 81-i 5-ə bölünəndə 1, 16, 16,2 oldu. Yəni artırıldı. 81-in 20%-ni tapdıq. Deyir artım olundu. İndi 81-in üstünə 16,2 gələcək. Neçə edəcək? 97,2. Cavab 97,2. Yəni endirim deyəndə qiymət aşağı düşür, faizi tapıb çıxırıq. Amma artım deyəndə artıq artır da, yəni üstünə gəlirik. Gələk 11-ciyə. Bir məktəbdə 600 şagird var. 600-ün 40%-i qızdır. Gəlin qızları tapaq. Qızlar 600-ü 40-a vurub 100-ə bölürük. Qalır 240. Yəni 240 qız var. Qızların 25%-i müsabiqəyə qatılıb. 240-ın 25%-i müsabiqəyə qatılıb. Bunu tapıb cavabı da tapmış oluruq. 15-ə böləndə 2, 5-ə böləndə 5, 2, 24, 12, 60. 60 uşaq müsabiqəyə qatılıb. Qız daha doğrusu. Bir qutuda olan şirniyyatın əvvəlcə 30% yeyildi, sonra qalanın 50% yeyildi. Əvvəl 200 şirniyyat var imiş, bunun birinci 30% yeyilib. 30%-ni tapaq. 60. Yeyilib deyirsə 200-dən 60 çıxırıq. Yeyiləndə azalırıq, 140 olur. Yəni 140-ın da 50% yeyildi. Yəni 140-ın 50%-ni tapırıq. 70. Yeyildi deyir. 140-dan 70 çıxırıq. 70. Nə qədər qaldı? 70 şirniyyat qaldı. Bu qədər bitdi. Sağ olun.